Qobustanda Günəş Elektrik Stansiyasında ilk panel artıq quraşdırılıb. Bu layihə ölkəmizin yaşıl enerji hədəflərinə doğru atılan əhəmiyyətli addımdır. Çünki stansiyanın istifadəyə verilməsi ilə daxili tələbatın təmin olunması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi hədəflənir. Qobustan Günəş Elektrik Stansiyasında ilk panel quraşdırılıb. Burada layihə üzrə tikinti işlərinə may ayından etibarən başlanılıb və işlərin 2 il ərzində davam edəcəyi gözlənilir. 2027-ci ildən isə artıq Günəş Elektrik Stansiyası istismara veriləcək. Qobustanın günəşli düzənliyi ölkəmizin yaşıl enerji hədəflərinə atılan növbəti addımın ünvanına çevrilib. Qobustan Günəş Elektrik Stansiyası iri həcmli beynəlxalq layihə olsa da, işlərin böyük qismi yerli şirkətlərin icrasındadır. Tam gücü ilə işlədikdə burada hər il orta hesabla 260 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bizə ümumilikdə 57 milyon kubmetr qaza qənaət etməyə və 124 min ton karbon dioksidin tullanmasının qarşısını almağa imkan verəcəkdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, layihə kifayət qədər sürətlə irəliləyir və COP-da bu qalib elan olunandan qısa müddət ərzində bütün layihə sənədləri istiqamətində danışıqlar yekunlaşdırıldı və imzalandı. Bu isə həm daxili tələbatın qarşılanmasına dəstək, həm də enerji təhlükəsizliyinin möhkəmləndirilməsi deməkdir. Bu rəqəmlər Azərbaycanın iqlim məqsədlərinə uyğun olaraq yaşıl keçidin sürətləndirdiyini göstərir. Qeyd edək ki, bu ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsidir. Lamiyə Xəqani qızı, Səfər Nəzirov, İTV Xəbər.